bir budaqda 4 növ meyvə. Səhv eşitmədiniz. Bir budaq, bir gövdə, 2 illik ağacda tumdan çıxıb 4 növ meyvə. Qaysı ağacıdır. Gördüyünüz kimi. Hətta qaysı da götürüb yuxarılarda qayısılar da var. Üçüncü ilidir. 3 dana. Aşağıdan budağı var idi. Bunlara martın 15'inde calaq vurdum. Calaq vurmağı çoxları göstərir. Müxtəlif ölkələrdən, müxtəlif millətlər. Bir dənə calaq. Mənsə bu gövdə bura demək, bu qaysı ağacı özüdür. Ağac özü gedir. Qaysı ağacı. Bu budağına Yapon gavalısıdır. Bu il martın 15'i vurmuşam. 2 dənə budaqdır. İkisini saxla, 3 tane idi. Birini kestim, ikisi qaldı. Hər ehtimalı qarşı ikisini saxlamışam. Birini keseceğim, sonra biri qalacaq. Bu budaqda bu şaftalıdır. Turmuşda dərman vurdum. Təmizlədim. İnkişaf var ancaq. Şaftalıdır. Qurusu budaqda Göyçədir. Biraz Göyçə zəif inkişaf edib. Martın 15'i calaq vurmuşam. Şimdi ola bilsin ki havaların sərin keçməyi də şərtdir. Amma Bakı ərazisində calaq vurmaq bilənlər bilir çox çətindir. Çünkü biraz Bakıda quraqlıqdır, istidir. Ağaçları yetiştirmək çətindir. Başqa ağacdan da var. Onları tek vurmuşam. Almaya vurmuşam 2 cür armud. Başqa qayısıya, başqa şey. Amma ki bir damında özüm bilə-bilə 3 dənə calağı ayrı meyvələri eyni vaxtda vurdum. İnşallah ki yaxşı olar. O xaricdə o calaq vuranlar da baxsınlar, gözlərinə nur gəlsin. Görsünlər ki calaq necə olur. Salfanla bağlı da hələ aça bilmirəm bunları. Bunlar biraz yaxşı tutsunlar. Salafan deyil bu. Lent özüdür. Özü su quruyub partlayır. İp. Heç nə də orada başqa bir ağac da tumdan bitib, o da gavalı ağacı da əyilmişdi, onu bağlamışam ki düz qalxsın. Belə. Bu qədər, sağ olun.